Bəzən insan doğru olanı bilir, doğru olan nədir onu bilir, amma ona əməl etmir və yaxud da əməl edə bilmir. İndi burada əməl etmirlə əməl edə bilmir arasında çox fərqlər var. Amma biz əməl etmirdən söhbət açacağıq. Əməl etmir. Niyə əməl etmir? Çünki həqiqəti bilmək başqa şeydir, amma həqiqəti yaşamaq isə tamamilə başqa bir şeydir. Yəni bunlar çox başqa bir şeydir. Ona görə də buradakı o vicdan mexanizmi ki dediyi açaq da, açaq bu vicdan mexanizmi insan daxilindəki bir hakimdir, belə deyək. İnsanın daxilindəki bir hakimdir. O qərar verir hər şeyə. O nəyin hakim necə qərar verir ki, nədir, düzdür, yanlışdır və s. artıq özü. Yəni nəyin düz və yaxud da nəyin yanlış olduğunu o bilir, o dərk edir dəyərli dostlar. Ona görə bizim burada demək istədiyimiz nədir? Artıq yığcamlaşdırıram, bitirirəm. Çox da uzun danışmamağa çalışıram. Hər gün çıxış edəcək deyə qısa-qısa mən danışmağa üstün verirəm dəyərli dostlar. Ona görə də Kərbəla bizə burada nə öyrədir dəyərli dostlar? Kərbəla ona, yəni burada mən belə açmaq istəyirəm. Biz Kərbəla hadisəsinə xülasə cəmləşdirək, yığaq bu indiyənə qədər olan söhbətlərimizi xülasələşdirək, xülasətül kəlam. Kərbəla hadisəsinə yalnız bir tarixi hadisə kimi baxmaq doğru deyil. Doğru deyil. Kərbəla insan daxilində baş verən mübarizənin bir simvoludur. İnsanın, indi bunu siz necə başa düşürsünüz? İnsanın nəfsi ilə olan savaşının bir simvoludur. Necə başa düşürüksün? Hər gün insanın qarşısına, bunu gündəlik həyatınızla da qarşılaşdıra bilərsiniz. Hər gün insanın qarşısına iki fərqli yol çıxır. Bunların biri rahat yol, biri isə doğru yol. Buradakı rahat yol, belə deyək ki, səhv yol da ola bilər. Səhv yol olub, o səni rahat görünərək, rahatlıqla bəzənərək səni yolundan azdıra bilər. Və o ən başda, belə deyək ki, bəzədilmiş şəkildə rahat görünən yol isə axırda böyük bir əzaba çevrilə bilər. Amma doğru olan yol isə, başda nə qədər əzablı və çətinli görünsə belə axırı səlamət və rahatlığa çıxır. İndi burada sual verirəm, bu sizin özünüzə qalmış bir işdir. Əvvəlin, insan hər zaman axırını düşünür, əvvəlini yox, əvvəl çünki keçmişdə qalır. Əvvəli rahat olub, axırı əzab olan yolda mı addımlamaq istəyirsiniz, yoxsa əvvəli çətin və əzablı olub, sonu isə rahatlıq olan yolu mu? Bax, bunu düşünməlisiniz, dəyərli dostlar. Niyə? Niyə? Çünki doğru olan yol həmişə rahat olmur. Çünki insan, burada belə deyək ki, insan bəzən rahatlığını qorumalı, bəzən isə həqiqəti müdafiə etməlidir. Başdan ayağa özünü tərbiyə etməlidir. Mənim demək istədiyim budur. Və bu yolda Kərbəlanın əsas dərsi budur ki, haqq uğrunda yaşamaq rahat yaşamaqdan 1000 qat daha qiymətlidir. Haqq uğrunda yaşamalısan. Yaşayışının da bir mənası olmalıdır. Mənasız bir ömür sürməməlisən. Allah istəyən kimi yaşamalısan. Və insan bu prinsipə uyğun şəkildə yaşasa, uzatmıram, özü görəcək necə dəyişikliklər olduğu. Tarix boyu bitirirəm, son cümlələrimdir. Tarix boyu haqqın tərəfində olan insanlar çox zaman müəyyən bədəl ödəyiblər. Niyə? Çünki həqiqət insanı dəyişməyə çağırır. Çünki həqiqət insanı daim inkişafa çağırır. Olduğun yerdə qalma, addımla qalx yuxarı, onu demək istəyir. Amma insan isə çox vaxt dəyişmək istəmir. İndi bunu kim necə yoza bilərsə yozsun da, tənbəllik də ola bilər, nə bilim, istəksizlik də ola bilər, müasir həyat şərtləri də ola bilər və s. Bunu insan necə istəyirsə elə yora bilər. Ona görə bu səbəbdən haqqı müdafiə etmək bəzən insanı tək qoyur.
Lakin tək qalmaq səhv olmaq demək deyil. Bəzən insan bütün dünyaya qarşı tək qala bilər, amma yenə də haqqın tərəfində olsa onun qarşısında heç kim dayana bilməz. Çünki onun yanında ucalar ucası Allah vardır. Bu bəs eləyər. Artıq ehtiyac yoxdur.